Deputat Əli Məsimli Azərbaycanda pensiya yaşının azaldılması, çoxuşaqlı ailə anlayışının dəyişdirilməsi, ümumiyyətlə sosial təminat sistemində dəyişiklik edilməsi və yaxud sosial təminat sisteminin gücləndirilməsi üçün mühüm təkliflər irəli sürüb. O, moderniza bununla bağlı açıqlama verib, geniş açıqlama verib və bu sahədə dünya təcrübəsindən istifadə edib, dünyada bu sahə sosial təminat sistemi necə işləyir, hansı təcrübə var, hansı ölkələrdə bu təcrübə necə, hansı mexanizm üzərində qurulub. Bununla bağlı çox mükəmməl bir təkliflər irəli sürüb, açıqlama verim. Mən istəyirəm həmin açıqlama ilə sizi tanış edim. Sona kimi istəyirəm dinləyəsiniz. Azərbaycanda doğum səviyyəsinin azalması, əhalinin yaşlanması və pensiya yaşının 65-ə çatdırılması fonunda pensiya sisteminin gələcək dayanıqlığı ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Bu mənada çoxuşaqlı ailələrə pensiya sistemində əlavə güzəştlərin verilməsi, övlad sayının pensiya hüquqlarına təsiri və çoxuşaqlı ailə anlayışına yenidən baxılması ilə bağlı müxtəlif təkliflər səsləndirilir. Deputat Əli Məsimli moderniza bildirib ki, beynəlxalq təcrübədə bir sıra ölkələrdə pensiya sistemi yalnız yaş, əmək stajı və pensiya kapitalı üzərində qurulmur. Ailənin cəmiyyətə verdiyi töhfə də nəzərə alınır. Onun sözlərinə görə demoqrafik qocalma ilə üzləşən Avropa ölkələrində çoxuşaqlı valideynlərin pensiya təminatının gücləndirilməsi üçün müxtəlif mexanizmlər tətbiq edilir. Almaniyada hər uşaq üçün ananın pensiya hesabına dövlət tərəfindən 3 illik şərti sığorta haqqı ödənilir. Fransada analara hər uşağa görə əlavə iş stajı verilir və 3 və daha çox uşaq böyüdən valideynlərin pensiyasına 10% əlavə edilir. Polşada ən azı 4 uşaq böyüdən analara minimum zəmanətli pensiya verilir. Macaristanda isə 4 və daha çox uşağı olan qadınlar gəlir vergisindən azad olunur və pensiya zamanı xüsusi imtiyazlardan istifadə edirlər. Deputat Türkiyə modelinə də toxunaraq bildirib ki, burada analar doğumdan sonra işləmədikləri dövrləri sığorta stajına daxil etdirə, bunun hesabına pensiyaya daha tez çıxa bilirlər. Rusiya və Belarusda isə uşaq sayından asılı olaraq qadınların pensiya yaşı mərhələli şəkildə azaldılır. Əli Məsimli xatırladıb ki, Azərbaycanda artıq qadın və kişilər üçün pensiya yaşı 65-dir. Yaşa görə pensiya almaq üçün ya fərdi hesabda minimum 46.080 manat pensiya kapitalı toplanmalı, ya da ən azı 25 illik sığorta stajı olmalıdır. Deputat hesab edir ki, ölkədə orta ömür uzunluğu və sağlam ömür göstəriciləri nəzərə alındıqda 65 yaş pensiya yaşı kifayət qədər yüksəkdir. Pensiyaçıların yarıya qədəri, regionlarda yaşayan pensiyaçıların isə böyük hissəsi minimum və ya median pensiya alırlar. Ona görə də pensiya yaşının azaldılması və pensiya məbləğinin artırılması sosial baxımdan aktual məsələlərdəndir. Əli Məsimlinin sözlərinə görə hökumət maliyyə dayanıqlığını əsas gətirərək pensiya yaşının ümumi şəkildə azaldılmasını məqsədə uyğun hesab etmir. Buna baxmayaraq mövcud qanunvericilikdə 5 və daha çox uşaq doğub onları 8 yaşınadək böyüdən anaların pensiya yaşı 5 il azaldılır. Deputat bildirib ki, məhz bu yanaşmaya yenidən baxılmalıdır. Biz həm Milli Məclisdə, həm də mediada dəfələrlə təklif etmişik ki, çoxuşaqlı ailə anlayışı 5 uşaqdan 3 uşağa endirilsin. Bu həm 3 və daha çox uşağı olan ailələr üçün sosial güzəştlərin dairəsini genişləndirər, həm də həmin anaların 60 yaşında pensiya çıxmasına imkan verər. 3 uşaqlı anaların pensiya yaşının azaldılması bir sıra ölkələrin modelinə uyğundur və sosial ədalətin qısa müddətdə bərpası üçün ən effektiv yollardan biridir. Deputat hesab edir ki, Azərbaycanda doğum səviyyəsinin sürətlə azalması bu məsələni daha da aktuallaşdırır. Onun sözlərinə görə ölkədə 2015-ci ildə 166 min, 2020-ci ildə 125 min, 2024-cü ildə 102 min, 2025-ci ildə isə təxminən 96 min uşaq doğulub. Beləliklə, yeni doğulan uşaqların sayı son 10 ildə kəskin azalıb. Əli Məsimli bildirib ki, hazırda Azərbaycanda ailələrin böyük əksəriyyəti 1 və ya 2 uşaqlıdır. 5 və daha çox uşağı olan ailələr isə ümumi ailələrin cəmi 3%-ni təşkil edir. Bu səbəbdən çoxuşaqlı ailə anlayışının əvvəlki meyarlara əsaslanması artıq reallığı əks etdirmir. Deputatın fikrincə, ölkənin demoqrafik inkişafı baxımından 3 uşaqlı ailə modeli daha real və məqsədə uyğundur. Çoxuşaqlı ailə dedikdə bu anlayış 5 və daha çox uşağı olan ailələrə yox, 3 və daha çox uşağı olan ailələrə şamil edilməlidir.
Pensiya yaşının azaldırması da hər uşaq üçün 1 il olmaqla 3 uşaqlı ailələrdən başlamalıdır. Əli Məsimli bildirib ki, belə yanaşma həm çoxuşaqlı ailələr üçün müavinət mexanizmini daha əlçatan edər, həm də ölkədə doğum səviyyəsinin yüksəlməsinə stimul verə bilər. Deputat hesab edir ki, valideynlik fəaliyyəti gələcək nəsillərin formalaşdırılması baxımından sosial töhfə kimi qiymətləndirilməlidir. Buna görə də çoxuşaqlı ailələrə pensiya sistemində əlavə üstünlüklərin verilməsi artıq obyektiv zərurətə çevrilib. Əli Məsimli onu da vurğulayıb ki, bunun üçün yalnız pensiya güzəştləri kifayət deyil. Demoqrafik siyasət, sosial müavinətlər, pensiya güzəştləri, uşaqların sağlam böyüməsi və müasir tələblərə uyğun inkişafını özündə birləşdirən hüquqi, təşkilati və maliyyə təminatı olan ən əsası isə işlək icra mexanizminə malik kompleks dövlət proqramının hazırlanmasını vacib hesab edirik deyə Əli Məsimli bildirib.